2025-ci ilin avqust ayının 26-sında Kəlbəcərə köçmüşük. Biz köçəndən sonra məşğulluq xidmətinin işçiləri məndən əlaqə saxladılar, yaxınlaşdılar. Mənim kombi ustası olduğumu biləndən sonra məni öz məşğulluq layihəsi çərçivəsində bu layihəyə qoşdular. Sonra təlimlərə cəlb olundum. Təlimlər qutarandan sonra da bu günlərim inşallah avadanlığı alınır. Bu avadanlıqların içində sanitar qovşaqların quraşdırılması üçün avadanlıqlar da var. Çox əlverişli aparatlardır. Bunlarla mən öz işimi qurmağa mənə çox böyük kömək olacaq bu aparatların. Ağdərə rayonunun Həssəni sakinləriyik. Köçürüləndən bir ay sonra avqust ayında gəlib yazıqdır məşğulluq. Mən də qoyun təsərrüfatına yazılmışam, sağ olsun. Gətirib heyvanlarımızı veribdilər. Allah hökumətimizə dəyməsin, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. İnşallah Allahın köməyindən saxlayıb hatırlayacaq.